Salam müəllimlər, sınaq 25-ci izahlarına baxırıq. Sual 1. 22 iyunda günorta vaxtı günəş şüalarının 21,5 dərəcə bucaq altında göründüyü parelə aid əlamətlər. İndi biz tapmalıyıq ki, hansı enliyə günəş 21,5 dərəcə bucaq altında düşür. Yazırıq 21,5 bərabərdir 90 çıxılsın enlik üzərinə 23,5 gəlir. Və buradan biz düstura əsasən enliyin 45 dərəcə cənub enliyi olduğunu tapırıq. Xüsusiyyətlərə baxaq, əlamətlərə. Keçdiyi ərazilərin isti okean cərəyanlarının təsiri ilə musson meşələri formalaşmışdır. 45 dərəcə cənub enliyi Falkland cərəyanından keçər məsələn. Afrika və Avstraliya bu materiklər həmin enlikdən şimaldadır. Sadəcə Cənubi Amerika materikindən keçir ki, Falkland cərəyanı da soyuq cərəyandır. Burada isti cərəyan yanlışdır. 2. Şərqə doğru hərəkət edən qütb buluzu. Bilirik ki, 45 dərəcə cənub enliyində qütb buluzu görünməz. Çünki qütb buluzunu ancaq biz şimal enliklərində görə bilərik. 2 də yanlışdır. 3. Yalnız bir materiklə kəsişir. İndi dedik Cənubi Amerika. Günəş şüalarının maksimum düşmə bucağı 68,5 dərəcədir. Deməli, düsturda yazırıq 90 çıxılsın, 45 çıxılsın, 23,5. Həqiqətən də 68,5 dərəcədir. Bu düstura əsasən 45-dən 23,5-i çıxıram. 21,5, sonra 90-dan da 21,5-i çıxanda 68,5 alırıq. Deməli, 4 də doğrudur, 3 və 4. Daha sonra bu paralel boyu yerin öz oxu ətrafında fırlanma sürəti Madrid şəhərinin yerləşdiyi paralelin fırlanma sürətindən çox deyil, az olmalıdır. Çünki Madrid 40-da yerləşir. Bizim enlik 45 dərəcə cənub enliyidir. Qütbə doğru sürət azalır. 45-də az olacaq. 5 yanlışdır. Yaz gecə gündüz bərabərliyi günü şagülü dirəyin kölgəsinin uzunluğu günorta vaxtı dirəyin öz uzunluğuna bərabər olur. Bu doğru ifadədir. Çünki yaz gecə gündüz bərabərliyi günü bu enlik 90 çıxılsın 45 bərabərdir 45. Yəni 21 mart və 23 sentyabr tarixlərində kölgənin uzunluğu günorta vaxtı dirəyin öz uzunluğuna bərabər olacaq. Doğru cavab A variantı. 12 dərəcə və 8 dərəcə şimal enliklərində günorta vaxtı günəş olan düşmə bucağı əgər bərabərdirsə, deməli günəş bu iki enliyin ortasında zenitdədir. Toplayıb 2-yə bölmək lazımdır. Olacaq 10 dərəcə şimal enliyi. Deməli 10 dərəcə şimal enliyinə 90 dərəcə bucaqla düşür. Yəni zenit olan enliyə. Daha sonra deyir ki, A məntəqəsində günəş olan düşmə bucağı 55 dərəcədir. İndi hesablayaq ki, 55 dərəcə bucaqla hansı enliyə düşür? 10 şimal enliyindən neçə dərəcə şimalda yerləşir? Deməli, əgər düşmə bucaq 55-dirsə, 90-dan biz 55-i çıxırıq, alırıq 35 dərəcə. 10 şimal enliyindən də şimala 35 dərəcə getsək, olacaq 45 dərəcə şimal enliyi. Sualda deyir ki, bu enlik, yəni 45 dərəcə şimal enliyi hansısa enliyin 10 dərəcə cənuba meyilli hissəsidir. İndi həmin enliyi tapırıq. Deməli, əgər 10 dərəcə cənuba meyilli hissəsidirsə, deməli, həmin enlik 55 dərəcə şimal enliyidir. Çünki 55 dərəcə şimal enliyinin 10 dərəcə cənuba meyilli hissəsi 45 dərəcə şimal enliyi olacaq. İndi həmin enliklə şimal tropiki arasında məsafəni tapmalıyıq. 55-dən 23,5-i çıxıb 111-ə vurmaq lazımdır. Doğru cavab alınacaq C variantı. Sual 3. Hansı şəhərdə 21 mart günü günorta vaxtı şagülü bastırılmış dirəyin kölgəsinin uzunluğu dirəyin öz uzunluğuna daha yaxındır? 45 dərəcə enliyə ən yaxın olan şəhər Pekin şəhəridir. Məsələn, burada Jakarta 6 dərəcə cənub enliyi, Sankt-Peterburg 60 şimal, Qahirə 30 şimal enliyi, Oslo 60 şimal enliyi olacaq. Pekin 40 dərəcə şimal enliyi Bakı ilə eyni enlikdə yerləşir. Doğru cavab A variantıdır. 4. 1 bölünsün 6 milyon miqyaslı xəritədə 28 dərəcə cənubi enliyi və 44 dərəcə cənub enliyi arasında meridian üzrə məsafə 30 cm-dir. Təhrifi və xüsusi miqyası tapın. İlk öncə biz 44 cənub enliyindən 28 cənub enliyini çıxırıq. Olacaq 16 dərəcə. 16-nı biz 111-ə vurub 1776 tapırıq. Daha sonra burada 30 cm verilib. Bir də miqyas verilib. Buradan 5 0 silsək, olacaq 60. 60-ı 30-a vursaq, 1800. Təhrifi tapmaq üçün fərqi tapmalıyıq. Yəni, 1800-dən çıxmalıyıq 1776-nı. Buradan alarıq biz 24 kilometr. Daha sonra bizim tapdığımız 1776-nı biz bölməliyik 30-a.
30-a böləndən sonra alacağıq 59,2 kilometr. Yəni miqyası. Biz buradan həqiqi məsafəni tapdıq. Həqiqi məsafəni də xəritəyə böləndə miqyası tapmış oluruq. Miqyas olacaq 59,2 kilometr. Yəni 5 0 əlavə etsək olacaq 5.920.000. Yəni doğru cavab Y variantı. 5-ə baxırıq. Hansı adadan şərq istiqamətində hərəkətə başlayan səyyah ilkin məntəqəyə qayıtmaq üçün daha qısa məsafə qət edər? Ekvatora yaxın ərazilərdə daha çox məsafə qət edər, amma qütbə doğru getdikcə məsafə azalır. Daha qısa məsafə qət edir deyirsə, təbii ki, biz qütbə daha yaxın olan adanı götürməliyik. Hokkaido adası olacaq. Y variantı. Diaqrama əsasən hansı xəritənin miqyasının daha böyük olduğunu müəyyən edin. Bilirik ki, əvvəlcə miqyası tapmalıyıq. Miqyas bərabərdir həqiqi məsafəni xəritədəki məsafəyə bölməliyik. Həqiqi məsafə verilib. Bunlar həqiqi məsafə, ağ olan isə xəritədəki məsafədir. Diaqrama fikir versəniz, həqiqi məsafə ilə xəritədəki məsafə arasında ən az fərq hansı məntəqədə olar? Təbii ki, 1-də olar, düzdürmü? Elə cavab elə A variantı olar. Amma siz belə də edə bilərsiniz. Təqribi elə buradan, məsələn, 75-i 6-ya bölümü buradan yuxarıdan götürək də biraz. Baxın buradan 75-i 6-ya bölün və ya da bu 100-dür. 100-ü 6-ya bölün. Baxın belə ayrı-ayrılıqda. Və alınan nəticələrə görə, yəni 1 santimetrə ən az real məsafə düşən xəritə birinci xəritə olur. Yəni yadda saxlayın, kəmiyyət ən kiçik olduğu üçün bu xəritənin miqyası ən böyük olacaq. 7-yə baxırıq. Xəritə sxemdəki rəqəmlərə əsasən geotermik pillənin daha böyük olduğu. Geotermik pillə kiçik olar seismik ərazilərdə. Deməli, pillə böyükdürsə, artıq seismik əraziləri götürməməliyik. Neotektonik hərəkətlərin olduğu yerlər isə seismik ərazilər olacaq. İndi baxırıq burada 1 neotektonik hərəkətlərin baş verdiyi ərazilərdir, seismik ərazilərdir. Sonra 2-yə baxaq. 2 buradadır. 2 burada geotermik pillə böyük olar, yəni seismik ərazi sayılmır. Seismik olmayan əraziləri seçək. Elə 3 Avstraliyanı götürmək olar. Bir də 5-ə baxsanız, 5 də həmçinin uyğundur. 2, 3, 5 yalnız D variantındadır. Neotektonik hərəkətlərin baş verdiyi yerlərə bir daha nəzər yetirək. Yəni seismik ərazilərə 1 oldu. Təbii ki, Meksika olacaq. Bir də Yaponiya. Doğru. 8-ə baxırıq. Verilən coğrafi obyektlərin mütləq hündürlüklərin artma sırasını müəyyən edin. Çökəkliklərin dərinliklərinə baxırıq. Eir gölü -16, Karagiye çökəkliyi -133, Assal gölü -156, Qıxor çökəkliyi -405, Ölüm dərəsi -86. Mütləq hündürlüklərin artma sırası deyir. Artma deyirsə, -405-dən başlamalıyıq. Yəni, ən dərin çökəklikdən başlamalıyıq. 2. Daha sonra -156 Assal gölü 5. Daha sonra -133 Karagiye çökəkliyi Qazaxstanda 3. Daha sonra -86 Ölüm dərəsi, Eir gölü -16 1. 2, 5, 3, 4, 1. Təbii ki, A variantı. 9-a baxırıq. Hansı qoruqlar milli parkların daxilində yerləşir? Təbii ki, A variantına baxsaq, Şahbuz yerləşəcək Zəngəzur Milli Parkında, İsmayıllı Pirqulu qoruqları isə Şahdağ Milli Parkının ərazisində yerləşir. Sual 10. Verilən əlamətlərin aid olduğu dağları müəyyən edin. Konvergen sərhəddə yerləşir. Süxur laylarının antiklinal və sinklinal yatım formaları artıq cavan dağlar olmalıdır. Məsələn, Ada Tianşanı çıxarıq. Sonra Sixota Alin dağları çıxar burada. Sonra Altay, Verxoyans, Magdonel heç bir dağ aid deyil. Qalacaq B və C. Sonra yazıb ki, daimi qar xəttinin hündürlüyü çoxdur. Konvergen sərhəddə yerləşir. Hündürlükləri nəzər yetirsək, C-də Tower dağları 3767 metrdir. Amma B variantında dağların hündürlüyü çoxdur. Qafqaz dağları 5000-dən yuxarı 7000, 6000-dən yuxarı 6960 metr. Yəni ona görə B variantı uyğun gələcək bu xüsusiyyətlərə. Və konvergen sərhədində də yerləşir Qafqaz, Pamir və Ant dağları.
Sonra 11-ə baxırıq. Xəritə sxemdə 1, 4, 5 rəqəmləri ilə göstərilən əraziləri 2, 3, 6 rəqəmləri ilə göstərilən ərazilərdən fərqləndirən əlamətlər. İşarələyək. 1, 4, 5. 1, 4, 5. Düzən ərazilərdir. 1-ə baxırıq. Günəş radiasiyasının illik miqdarı daha çoxdur. Günəş radiasiyası dağlarda daha çox olar. Bu ərazilər düzənlik ərazilərdir. Yanlışdır. Çayların əmələ gəlməsi üçün təbii şərait əlverişli deyil. Təbii ki. Çünki bu ərazilər yarımsəhra quru çöl iqlimində yerləşir həmçinin. 2 doğru olacaq. Deməli, günəş radiasiyasını biz aid etmədik. Yəni, birləri çıxarıq variantlardan. 2 var variantlarda. Çünki çayların əmələ gəlməsi üçün təbii şərait əlverişli olmayacaq 1, 4, 5-də. Sonra tektonik çökmə zonasında yerləşir. 4 yerləşir Kür çökməsində, 1 də həmçinin, 5 isə Ön Qafqaz çökməsində. Bu ifadə də doğrudur. Yerdə qalır C variantı. Digərlərinə də baxın. Daha sonra arid dendrasiyon relyefi formaları geniş yayılmışdır. Arid dendrasiyon 4-də geniş yayıla bilər. Ona görə bu ifadəni biz götürə bilmərik. Buxarlanma qabiliyyəti daha yüksəkdir. Təbii ki, quraq ərazilərdə buxarlanma qabiliyyəti çox olur. Yağıntıların əksər hissəsi ilin isti dövründə düşür. Bu ifadə də yanlışdır. Bir də bir şey qeyd etmək istəyirəm. Arid dendrasiyon relyefi formaları əsasən Qobustan, Abşeron tərəfdə, Ceyran çöldə, bir də Şərur Ordubadda daha çoxdur. Cədvələ əsasən doğru olmayan sıraları müəyyən edin. Seolit, Ağdağ, Tovuz. Bu doğrudur. Xromit, Göydərə, Kəlbəcər. Doğrudur. Polimetal, Gümüşlü, Ordubadda olmaz. Şərurda olmalıdır. Mis, Qaradağ, Daşkəsən. Yanlışdır. Çünki Qaradağ Gədəbəy ərazisində olmalıdır. Civə, Şorbulaq, Laçın deyil də Kəlbəcər olmalıdır. Gips, Ağcakənd, Goranboy doğrudur. Y variantı. 13-ə baxırıq. Relyef vahidlərinin mütləq hündürlüklərinin azalmasına görə sırasını müəyyən edin. Dağların hündürlüklərini yazırıq. Dübrar 2205, Böyük Hinaldağ 3367, 3 Böyük Kirs 2725, Babadağ 3629, Kəpəz 3066, Qazangöldağ 3829. Mütləq hündürlüyün azalmasına görə deyiriksə, çoxdan aza doğru. Ən hündürü burada Qazangöldağ olacaq. 3829. Yəni Qazangöldağ da 6 rəqəmi ilə başlamalıdır. B, D, A-nı çıxırıq. Daha sonra Babadağ 3629, 3367, Hinaldağ 3066, Kəpəz 2725, Böyük Kirs 2205, Dübrar. Yəni 1 ilə bitməlidir. 6 ilə başlamalıdır. Y variantı uyğun gəlir. 14-ə baxırıq. Sxemdə B nöqtəsində havanın temperaturu müsbət 22,5 dərəcə, C nöqtəsində isə müsbət 11,7 dərəcədir. A nöqtəsində atmosfer təzyiqini və C nöqtəsinin mütləq hündürlüyünü müəyyən edin. İlk öncə biz temperatur fərqini tapırıq. 22,5-dən 11,7-ni çıxırıq, alırıq 10,8. 1000-ə 6, 10,8-ə x. Bunun 6x bərabərdir 10.800. Alırıq 1800. Yəni C nöqtəsinin mütləq hündürlüyünü tapdıq. Daha sonra kəsmə yüksəkliyi tapmaq üçün neçə boşluq var? 1, 2, 3, 4. 1800-ü biz 4-ə bölürük. Alırıq 450. Artıq kəsmə yüksəkliyi hazırdır. Bizdən A nöqtəsinin atmosfer təzyiqini istəyir. C nöqtəsində mütləq hündürlüyünü. C nöqtəsinin mütləq hündürlüyü 1800 metr tapdıq. İndi yerdə qalır A nöqtəsinin təzyiqini tapmaq. Bura 1800 metrdirsə, bura olacaq 1350, 900, 450. Düzdürmü? Deməli, bura əgər 450-dirsə, bura A nöqtəsi də olacaq 450 metr. Və təzyiqə çevirəndə olacaq 45 mm civə sütunu. Normal təzyiqdən 760-dan da biz 45-i çıxsaq, alarıq 715 mm civə sütunu. B variantı.
15. Ansiklona aid olan əlamətləri müəyyən edin. Havanın enəli hərəkəti, rütubətin az olması, bu ifadə doğrudur. Mərkəzdən yüksək kənara doğru təzyiq azalır. Ona görə də külək mərkəzdən kənara doğru olmalı. Yəni yüksək təzyiqdən alçaq təzyiqə doğru. Deməli mərkəzdən yüksək təzyiq. Bu da doğru ifadədir. Küləyin sürətinin mərkəzə doğru artması olmaz. Mərkəzdən kənara doğru olmalıdır. 3 yanlışdır. Mərkəzdə atmosfer təzyiqinin kənara nisbətən az olması. Xeyr, mərkəzdə dedik ki, çoxdur. Kənarlara nisbətən az deyil, çoxdur. 4 də yanlışdır. Şimal yarımkürəsində saat əqrəbinin hərəkət istiqaməti, cənub yarımkürəsində saat əqrəbinin əksi istiqamətində olacaq. 5 də doğru ifadədir. Tropiklərdə tayfun küləklərinin əmələ gətirməsi, bu yanlışdır. 1, 2, 5 sualın doğru cavabıdır. 16-ya baxırıq. Qarabağ iqtisadi rayonu üçün doğru fikirləri müəyyən edin. Tərtər çayının mənbəyi və mənsəbi buradadır. Xeyr, Tərtər çayının mənbəyi Şərqi Zəngəzurda Kəlbəcər ərazisindən başlayır. Ona görə bu ifadəni yanlış götürürük. Amma mənsəbi Bərdədir. Bərdədə Qarabağ iqtisadi coğrafi rayonuna aiddir. Şəhərlərin sayına görə iqtisadi rayonlar arasında təbii ki, birinci olacaq. Ərazisində beynəlxalq hava limanı var Füzulidə. Ərazisində Milmuğan su anbarı Füzulidə. Yəni 2, 3, 4 sualın doğru cavabıdır. Yalnız bir tektonik zonada yerləşmir, 2 tektonik zonaya aiddir. Kürd çökməsinə və Kiçik Qafqaz qalxmasına. Yalnız dedik ki, bir tektonik zonada yerləşmir, 5-i götürmürük. Artıq sualın cavabı hazırdır, yəni B variantıdır. Digərlərini də oxuyuruq. Xocavənd, Xocalı, Şuşa, Cəbrayıl. Cəbrayıl artıq Şərqi Zəngəzura aiddir. Yəni 6 da yanlışdır. 17 verilən iqlim diaqramının aid olduğu iqlim tipinin səciyyəvi xüsusiyyətlərini müəyyən edin. Yağıntısından görürük ki, bu subtropikin Aralıq dəniz iqlim tipidir. Həm də cənub yarımkürəsində iyun-iyul ayları qış aylarıdır. İndi xüsusiyyətlərinə baxırıq. Həm şimal, həm cənub yarımkürəsinə rast gəlinir. Təbii ki, subtropikin Aralıq dənizinə bir doğrudur. Daha sonra Tasmaniya və Siciliya adasında yayılmışdır. Tasmaniya adasında subtropikin bərabər rütubəti yayılıb, Aralıq dənizi deyil deyə yanlışdır. Amma Siciliya adasında Aralıq dənizidir. Yayıldığı bütün ərazilərdə yağıntıların çox hissəsi iyun, iyul, avqust aylarında düşür. Bütün ərazilərdə. İndi baxır hansı ərazi. Əgər cənub yarımkürəsindədirsə, iyun, iyul, avqust aylarına düşər. Əgər şimal yarımkürəsindədirsə, dekabr, yanvar, fevral aylarına düşəcək. Yəni əsas qış ayları götürülür. 3 yanlışdır. Yayıldığı əraziləri təbii ki, sitrus meyvəçiliyi üstün olacaq. Yayıldığı əraziləri torpaqlar yaylarında suvarılır. Təbii ki, doğrudur. Çünki yayı quraq keçir, yayda tropik hava kütlələri hakim olur deyə suvarma tələb olunur. Şimali Amerikada rast gəlinmir. Xeyr, Kaliforniya ştatı subtropikin Aralıq dənizi iqlim tipində yerləşir. 1, 4, 5 sualın doğru cavabıdır. Doğru ifadələri müəyyən edin. Avstraliya materikinin subtropik iqlim qurşağının yayıldığı ərazilərdə savana və zeyrək meşələr təbii zonasına rast gəlinir. Bəli, biz demişdik ki, subtropikdə savana təbii zonasını Avstraliya materikində görmək olar. Təbii zonalar xəritəsində bir doğrudur. Afrika, Hind, Avstraliya və Cənubi Amerika litosfer havaları şimal-şərq istiqaməti. Xeyr, Cənubi Amerika məsələn litosfer havası qərb istiqamətində hərəkət edir. Bu ifadə yanlışdır. Odlu torpaq adası iki ölkənin ərazisinə daxildir. Təbii ki, Çili və Argentina olacaq. Doğru ifadə. Sonra Cənubi Amerikada yalnız Ekvador və Çili, Braziliya ilə sərhəd deyil. Doğrudur. Saxayn adasında mülayim dəniz deyildir. Mülayim musson olmalıdır. Dunay çayına nisbətən Volqa çayının uzunluğu və düşməsi daha böyükdür. Volqa çayı yəni Valda yüksəkliyi ilə başlayır. 300 metr götürək hündürlüyün. Dunay çayında Şvarsvat dağlarından başlayır. 1000 metr götürək. Volqa çayının mənsəbi Xəzərdir. -28, 328 olacaq düşməsi. Dunay çayında 1000 metr əgər onun mənbəyidirsə, mənsəbi də 0-dır, elə 1000 metr. İndi 328 çoxdur, yoxsa 1000? Təbii ki, Dunay çayının düşməsi Volqa çayının düşməsindən çoxdur. 6 yanlış olacaq. Doğru cavab 1, 3, 4 Y variantı. Okean cərəyanları təsir edə bilər. Cərəyanlar qütb enliklərinə, mülayim enliklərə doğru, məsələn, qopan iceberglər ki var, onların okeanda hərəkətinə təbii ki, təsir göstərə bilər. Bu ifadə doğrudur. Buxarlanma qabiliyyətinin kəmiyyətinə. Buxarlanma qabiliyyəti temperaturdan asılıdır. Məsələn, soyuq cərəyan keçən yerdə temperatur, yəni soyuq cərəyanın keçən yerlərdə temperatur aşağı düşür. Yəni temperaturu aşağı salır və buxarlanma qabiliyyəti də azalacaq. Amma isti cərəyan keçən yer temperatur artır, rütubət artır və buxarlama qabiliyyətinə, yəni kəmiyyətinə təsir göstərir. Deməli, bu ifadə də doğru olacaq. Çay mənsəbinin formasına. Təbii ki, cərəyan keçən yerdə estuari yaranar da, delta yaranmaz. Bu ifadə də doğrudur.
1, 2, 3. Okean dibinin morfostrukturlarının əmələ gəlməsinə okean dibində tektonik proseslər təsir göstərə bilər. Sonra daimi küləklərin yaranması. Daimi küləklərin yaranması. Əksinə daimi küləklər okeanda cərəyanların yaranmasına səbəb olur. Yəni külək cərəyanın nəticəsi deyil, səbəbi sayılır. Zonal landşaftın formalaşmasına. Zonal landşaftların formalaşmasının səbəbi coğrafi enlikdən asılı olaraq günəşin yeri qeyri-bərabər qızdırmasıdır. Bu ifadə də yanlışdır. 20-yə baxırıq. Şimal yarımkürəsinin dənizlərini birləşdirən boğazlar Skagerrak, Kattegat boğazlarıdır. Şimal yarımkürəsində. Bir də Tatar boğazını biz qeyd edə bilərik. Oxot dənizi ilə Yapon dənizini birləşdirir. Daha sonra burada Yucatan olmaz. Skagerrak, Tatar boğazı. Yəni 1 ilə 4 2 variantdadır. Malakka Cənubi Çin dənizi ilə Andaman dənizini birləşdirən boğazdır. Hörmüz boğazı isə İran körfəzi ilə Oman körfəzini birləşdirir. Yəni iki körfəzi birləşdirən boğazdır deyə götürmədik. Növbəti suala baxırıq. Verilmiş iqlim diaqramlarına uyğun gələn məntəqələrin yerləşdiyi inzibati rayonlar üçün oxşar xüsusiyyətlər. Zaqatala, Quba. Dağ, çəmən, dağ, meşə hər ikisində var. 1. Oxşar xüsusiyyətləri seçməliyik. Xəzər dənizi çıxışı var. Zaqatalan olmaz. Xarici ölkə ilə həmsərhəddir. Qubanın xarici ölkə ilə sərhədi yoxdur. Qafqaz dil ailəsinə mənsub xalqlar yaşayır. Bu ifadə doğrudur. Ləzgilər məsələn. 2 fiziki coğrafi vilayətin ərazisində yerləşir. 2 fiziki coğrafi vilayətin. Bu yanlış ifadədir. Mezozoy erasının süxurları doğrudur. 1, 4, 6 A variantı. Uyğunluğu müəyyən edin. Mənsəbləri boğazlarda yerləşən çaylar. 3 çay var ki, boğaza axır. Zambezi çayı Mozambik boğazına, Amur çayı Tatar boğazına, Sena çayı Lamaş boğazına. Amur, Sena, Zambezi 1-ə aid olacaq C. Su toplayıcı hövzələri 2 işıqlanma qurşağında yerləşən, yəni tropiklər kəsməlidir və ya qütb dairəsi də ola bilər. Lena, Nil, Parana B variantı. Mənsəbləri okean səviyyəsindən aşağıda yerləşən çaylar. Mənsəbləri okean səviyyəsindən aşağıda yerləşir. Təbii ki, Xəzərə tökülən çayları, Ölü dənizə axan çayları götürmək olar. 3-ə B aiddir. Daha doğrusu A aiddir. A. Sonra burada var Irtış, Tarim, Maranyon çayları. Bu əlaqəsi yoxdur bu xüsusiyyətlərlə. Pechora, Mekong, Yenisey. Pechora, Mekong, Yenisey bu çaylar da həmçinin 2 işıqlanma qurşağında yerləşə bilər. Çünki Pechoradır, Lenadır, yəni Sibir çayları həmçinin 2 işıqlanmada yerləşir. Sonra Mekong çayı Hindçin yarımadasında şimal tropik xətti kəsir. Yenisey də Ob, Yenisey bu çaylarda kəsir. Ona görə 2-yə B və Y-ni aid etmək olar. 23-ə baxırıq. Müvafiq olaraq birbaşa Araz çayı üzərində, Araz çayının su toplayıcı hövzəsinə aid olan çayın üzərində, bir də Araz çayının su toplayıcı hövzəsinə aid olmayan çayın üzərində yerləşən su anbarları. Araz çayı, elə A variantına baxırıq, yoxlayaq. Xudafərin Araz çayı üzərində yerləşir, Cəbrayıl ərazisində. Köndələn çay axır Araza, Köndələn çayın üzərində də Köndələn çay su anbarı var. Mənsəbi də Füzuli rayonudur. Sonra Araz çayının su toplayıcı hövzəsinə aid olmayan Xatınlı su anbarı Tovuz çaydır. Təbii ki, Araz çayının su toplayıcı hövzəsinə aid deyil. Yəni burada doğru cavab A variantıdır. Digər variantlara da baxaq. Məsələn, burada Göytəpə Cəlilabadın ərazisidir. Araz çayının əlaqəsi yoxdur. Taxtakörpü Şabran ərazisindədir. Sonra burada Yekəxana İsmayıllı olmaz. Dedə Qız qalası, Bəhramtəpə, Arpaçay. Yəni Arpaçay Araza aiddir axı, Şərur ərazisində deyir. 3-cü aid olmasın. Bu da yanlışdır. Sual 24. Çayların keçdikləri müvafiq inzibati rayonlar. Əlican çay. Əlican çay keçər Oğuzdan, Şəkidən, Yevlaxdan. Bu inzibati rayon olmayan B-ni, C-ni, D-ni çıxırıq. 2. Türyan çay. Türyan çay Qəbələdən başlayır. Mənsəbi isə Ağdaş rayonudur. Yenidə çıxırıq. Kürək çay Murovdağdan başlayır. Göygöldən, Samuqdan, Goranboydan, Yevlaxdan keçir. 3-də də Goranboy verilib. Girdiman çay isə bilirik ki, Ağsu çayın, Girdiman çayın mənsəbləri Kürdəmir rayonudur. 4-də də Kürdəmir verilib. Savana və seyrək meşələr təbii zonasının mövcud olduğu ölkələri müəyyən edin.
Deməli, A variantına baxaq. Argentinanın şimalında həmişə demişik, savana təbii zonası var. Keniyada savana təbii meşələr olacaq, seyrək meşələr, yəni Taylandda, Hindçin yarımadasında savana və seyrək meşələr təbii zonasında yerləşir. Məsələn, burada Liviyada olmaz səhradır, Mərakeş olmaz səhradır. Çıxmaqla da tapa bilərsiniz sözün açığı. Sonra Koreyada savanna nə gəzir? Sonra Mavritaniyada olmaz səhradır. Yerdə qalır A variantı. Uyğunluq pozulmuşdur. 1. Çöllər, qara torpaq, toz ağacı. Axı çöl təbii zonasında toz ağacı ola bilməz. Toz ağacı olar məsələn tayqa meşələrində. Yəni podzol torpaqlarda. Bu yanlış ifadədir. Savanna və seyrək meşələr qırmızı qonur torpaqlar doğrudur. Akasiya. Təbii ki, savanna və seyrək meşələrdə baobab ağacı, akasiya, palma, papiruz, yəni bunlara rast gəlmək olar. Somali yarımadası doğrudur. Bizə lazımdır yanlışlar, yanlışları işarələyək. 3. Codyarpaqlı meşə kolluqlarda qəhvəyi torpaqlar papaya. Papayanın ikinci adı qovun ağacıdır. Qovun ağacı da ekvatorial meşələrdə olar. Codyarpaq meşə kolluqlarda olmaz. 3 də yanlışdır. Tayqada podzol torpaqlar, bəli, Şam, Küknar olacaq Qərbi Sibirdə. Tundrada tundra qleyli torpaqlar, təbii ki, mamır, şibiyə rast gəlinir. Labrador yarımadasında da var. Çünki Labrador yarımadasının şimalı subarktik iqlimdə yerləşir. 5 də doğrudur. 1-3 yanlışdır. Doğru fikirləri müəyyən edin. Hərəmi düzü və yazı yaylası eyni tektonik zonada yerləşir. Hərəmi düzü yerləşəcək çökməsində, yazı yaylası yerləşəcək Kiçik Qafqaz qalxmasında. 1 yanlışdır. Gəncə və vulkanik yayla fiziki coğrafi rayonları həmsərhəd deyil. Doğru ifadədir. Sərsəng su anbarı bir fiziki coğrafi rayonda, lakin xeyr, Sərsəng su anbarı 2 iqtisadi deyil də 1 iqtisadi rayona düşür, Qarabağa düşür. Yanlış ifadədir. Körçay qoruğu Qazax Qarabağ fiziki coğrafi rayonunda yerləşir. Doğrudur. Ceyran keçməz, Vilətçay, Köndələnçay və Girançayın qidalanmasına biz demişdik ki, Naxçıvanda Girançay istisnadır ki, qar suları ilə qidalanır. 5-də yanlışdır. Zəfər yolu və Zəfər zirvəsi eyni təbii vilayətdə yerləşir. Zəfər yolu Kiçik Qafqaz vilayətində, Zəfər zirvəsi isə Böyük Qafqaz vilayətində yerləşəcək. Yəni burada 2 doğru cavab görürəm. 2 və 4. Digər suala baxırıq. 28. Xəritə sxemə əsasən əhalisinin əksəriyyətinin Slavyan dil qrupuna aid olduğu ölkəni müəyyən edin. Bir baxaq. 1. Norveç. Norveç Slavyan dil qrupu deyil də German dil qrupudur. 2. Litvadır. Litva Baltik dil qrupuna aiddir. 3. Slovakiyadır. Slavyan dil qrupuna aiddir. Doğru cavab C variantı. 4. Albaniya Alban dil qrupudur. 5. Yunanistan Yunan dil qrupudur. 29-a baxırıq. Doğru fikirləri müəyyən edin. Meksika və Tibet yaylalarının bir hissəsi Verxoyan silsiləsi ilə eyni dağa əmələ gəlmə mərhələsində formalaşmışdır. Təbii ki, Kimmeri. 1 doğrudur. Kopet dağ, Zagros və Böyük Xinqan dağları geosignalın 3-cü mərhələsi. Kopet dağ, Zagros ola bilər, amma Böyük Xinqan dağları 3-cü mərhələ ola bilməz. Biz 3-cü mərhələyə Cavan dağlara aid edirik. Kəraimlər və Barbara tatarları Türk dil qrupunun Bulqar. Kəraimlər Bulqar ola bilər, amma Barbara tatarları Uyğur dil qrupuna aiddir. 3 də yanlışdır. Baykal gölünün səviyyəsinin mütləq hündürlüyü Aral gölünə nisbətən daha çoxdur. Bu ifadə doğrudur. Aral gölündə hündürlük 30 metr, Baykal gölündə mütləq hündürlük 400-dən yuxarı verilib. Deməli, Baykal gölündə daha çoxdur. Afrika materikində ekvator xəttinin keçdiyi ərazilərdə ekvatorial meşələr, dəyişkən rütubətli meşələr və savana təbii zonası yayılmışdır. Bu ifadə də doğrudur. Zepark və Sofia Antipolis texnoparklarının yerləşdiyi ölkələr inkişaf etmiş. Sofia Fransada inkişaf etmiş ola bilər, amma Zepark Çindədir. Çin inkişaf etmiş ölkə deyil. 1, 4, 5 sualın doğru cavabıdır. 30-a baxırıq. Deməli, dənli bitki olmalıdır. Fransa seçilməlidir. Təbii ki, Fransa Avropada buğdaya görə tanınır. Buğda. Deməli, Beni, Ceni, Deni çıxarıq. Pambıq, Cənubi Avropa, Pakistan. Pambıq necə bitkidir? Təbii ki, lifli bitkidir. Sonra şəkərli bitki, şəkər çuğunduru, Şərqi Avropa. Şərqi Avropada şəkər çuğunduruna görə təbii ki, Danimarka deyil də Ukrayna fərqlənər. A variantı. 31. Bolqarıstanın Varna limanından Bakıya gələn gəminin keçdiyi su obyektlərinin düzgün ardıcıllığı. Varna limanı da Qara dənizdə. Deməli, Qara dənizdən gəlir Bakıya. A. Mərmərə dənizini çıxarıq. D. Azov dənizini çıxarıq. Sonra Qara dənizdən gəlir, sonra Keç boğazına.
Amma burada Bosfor boğazı verilib, birini çıxarıq. Kerç boğazından sonra Azov dənizi. Çünki Kerç boğazı Qara dənizi ilə Azov dənizini birləşdirən boğazdır. Daha sonra Azov dənizindən bir-iki Don çayı axır Azov dənizinə. Don çayı vasitəsilə Volqa-Don kanalı, sonra da Volqa çayı, sonra da Xəzər dənizi olmalıdır. Amma Azov dənizindən bura Volqa çayı verilib, gərək Don çayı olsun. Deməli, Y variantı doğru cavabdır. 32-yə baxırıq. 50 min kilokal enerji almaq üçün verilmiş yanacaq növlərinin kütləsinin azalmasına görə sırasını müəyyən edin. Eyni miqdarda enerji əldə etmək üçün yanacağın istilik vermə qabiliyyəti nə qədər aşağıdırsa, ondan bir o qədər də çox kütlə yəni yandırmaq lazımdır. İstilik vermə qabiliyyətinin artan sırasında ən çox nefti bilirik. Deməli, neft ən sonda gələcək. Artma sırası deyir. Sonu 2 ilə bitənlər. A və C variantı qaldı. Ən az burada yanacaq hissi 3 ilə başlamalıdır. Yanacaq hissdən sonra gələcək torf, torfdan sonra gələcək artma sırası daş kömür, daş kömürdən sonra təbii qaz, sonra da neft. Yəni doğru cavab burada A variantı olacaq. 33 Orta Araz, Lənkəran və Kiçik Qafqaz təbii vilayətlərinin hər üçünün ərazisində yayılan landşaft, hər üçünün. Yəni Naxçıvanda da olsun, Lənkəranda da olsun, Kiçik Qafqazda da olsun. Bizim dağ meşə Naxçıvanda olmaz. Kiçik Qafqazda yarım səhra olmaz. Lənkəranda subalp olmaz, subnival olmaz. Dağ çöl hər üçünə uyğun gəlib D variantı. 34. Xəritə sxemində sxemə əsasən federativ inzibati ərazi quruluşuna malik olmayan ölkələri müəyyən edin. Bilirik ki, federativləri seçək. Nigeriya, Efiopiya, Tanzaniya, düzdürmü? İndi başqa federativ yoxdur. Deməli federativ olmayanlar 1, 2, 6, 7. D variantı. 35-ə baxırıq. Xəritə sxemə əsasən Eyler Venn diaqramında fərqli və oxşar cəhətləri müəyyən edin. Burada söhbət Avstriya və Serbiyadan gedir. Biz Avstriya və Serbiyanın oxşar və fərqli xüsusiyyətlərini tapmalıyıq Venn diaqramına əsasən. Deməli burada Avstriya, burada Serbiya olsun. Federativ inzibati ərazi quruluşuna malikdir. Bu uyğun gələr Avstriya. Deməli 1A. Daha sonra ərazisindən Dunay çayı keçir. Nəinki bu ölkələrin hər ikisindən Dunay çayı keçir, hətta paytaxtlarından da keçir. Avstriyanın paytaxtı Viyanadan, Serbiyanın paytaxtı Belqraddan keçəcək. Deməli 3-ə aid olacaq B. Keçmiş Yugoslaviyanın parçalanmasından yaranmışdır. Bu Serbiyaya aiddir. 2-yə aid olacaq C. Sonra əhalisi əsasən Slavyan dil qrupuna mənsubdur. Serbiya. İnkişaf etmiş ölkələr qrupuna aiddir. Avstriya. 1-ə Y. Macarıstanla həmsərhəddir. Hər iki ölkənin Macarıstanla sərhədi mövcuddur. 3-ə də F. Burada doğru cavab olacaq A variantı. 36 Eyler Venn diaqramına əsasən uyğunluğu müəyyən edin. İsveç, Norveç, Finlandiya. Gəlin baxaq. Əhali ölkənin cənub hissəsində daha sıx məskunlaşmışdır. Təbii ki, İsveç, Norveç, Finlandiyanın cənub hissəsində hər üçünə aid olacaq. Bu da iqlimlə əlaqədardır. Yəni burada ortaq xüsusiyyət 2-yə A olacaq. Sonra B. Sahilləri Baltik dənizinin suları ilə yuyulur. Baltik dənizi Norveçin sahillərini yumur. İsveç və Finlandiyanın sahillərini yuduğu üçün 3-ə aid olacaq B. Rusiya Federasiyası ilə həmsərhəddir. İsveçin Rusiya ilə sərhədi mövcud deyil. Norveç və Finlandiya ilə sərhədi mövcuddur. 4-ə aid olacaq C. Monarxiya idarə etmə formasına malikdir. Təbii ki, İsveç və Norveç konstitusiyalı monarxiya ölkələrdir, amma Finlandiya monarxiya deyil. 1-ə aid olacaq D. Əhalinin əksəriyyəti Hind-Avropa dil ailəsinin German dil qrupuna aiddir. Elə bu xüsusiyyətdə İsveç və Norveçə aiddir. Çünki Finlandiya Ural dil ailəsinə mənsubdur, Fin-Ugor dil qrupu. 1 DY, 2A, 3 B, 4 C. A variantı. 37-yə baxırıq. Xəritə sxeməyə əsasən rənglərlə verilmiş iqtisadi rayonların tərkibinə daxil olmayan inzibati rayonları müəyyən edin. Bu Qazax Tovuz. Bu isə ikinci Şirvan Salyandır. Qazax Tovuza Samux aid ola bilməz. Çünki Gəncə daş kəsənə aiddir. 1 Samux olacaq. Şirvan Salyana da Sabirabad aid ola bilməz. Baxın Sabirabad. Sabirabad Mirmuğana aiddir. Doğru cavab A variantı. 38 Respublikamızın yanacaq energetika sənayesi kompleksi üçün səciyyəvi əlamətlər tükənməyən ekoloji cəhətdən təmiz təbii resurslara malikdir. Xeyr. Potensialı var məsələn günəşi deyə bilərik, külək var. Yəni mövcud deyil, resurslara malik deyil ifadəsi yanlış olacaq. Elektrik enerji istehsalında təbii ki, ES-lərin payı çoxdur. 2. Yanacaq enerji balansında tükənən və bərpa olunmayan təbii sərvətlərin payı daha çoxdur. Təbii ki, söhbət neft qazdan gedir. Elektrik enerjisi istehsalında yanacaq kimi təbii qazdan daha çox istifadə olunur. Təbii ki, bu da doğru ifadədir. Bütün inzibati rayonlarda ES fəaliyyət göstərməz. Şəmkir, Yenikənd, Xanbulançay su anbarlarında seyislər mövcuddur. Xanbulançay seyis ola bilməz. Yenikənd, Şəmkir olar. Bütün su anbarları seyis kimi fəaliyyət göstərmir. Yəni bunu da qeyd edin. Saxa Respublikasına aid olan əlamətləri müəyyən edin. Sahilləri Kara və Laxdevlər dənizinin suları ilə yuyulur. Kara dənizi çox uzaqda yerləşir, Saxa Yakutiyadan ola bilməz. Ərazisində Yenisey çayının mənsəbi yerləşir. Yenisey çayının mənsəbi Qara dənizdə dedik ki, Qara dənizi yerləşməz. Sahillərini yumaz. 2-də yanlışdır. Əhalinin orta sıxlığı Qazaxıstanın orta sıxlığından azdır. Bu ifadə doğrudur. Cənub-qərbdən Tıva və Xakasiya respublikaları ilə həmsərhəddir. Ümumiyyətlə Sibir regionunda yerləşən Altay, Tıva, Xakasiyanın Saxa Yakutiya ilə sərhədi mövcud deyil. Yanlışdır. Qızıl və almaz ehtiyatları olacaq. Daha sonra bəzi çaylardan odunca axıdılmasında istifadə olunur. Bu ifadə də doğrudur. 3, 5, 6 sualın doğru cavabıdır. Sonuncu suala baxırıq. Sakit Okeana aid olan dəniz ticarət limanlarını müəyyən edin. Sakit Okeana baxaq. Sindao, Çin, Valdiz, Abış, Pusan, Cənubi Koreya. Üçü də Sakit Okeanda yerləşir. Doğru cavab A'dır. Digərlərinə təbii ki, baxmalıyıq. Richards Bay, Hind Okeanı, Santos, Atlantik Okean, Tubaran, Atlantik Okean, Xak, Hind Okean. Yəni bir neçəsini demək olar. Sadəcə hərəsindən bir-bir çıxdıq. Çıxmaqla tapa bilərsiniz. Doğru cavab A variantıdır. Sınav 25-ci izahları bitdi. Sağ olun müəllimlər.